Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin, Azərbaycan Milli Elmlər Akademiyasının və Elm Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun birgə təşkilatçılığı ilə Yaşıl Dünya Süni İntellekt və Müasir Reallıqlar mövzusunda elmi praktiki konfrans keçirilib. Tədbiri giriş nitqi ilə Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin sədri Sadiq Qurbanov açaraq Milli Məclisin yaz sessiyasının gündəliyinə uyğun olaraq keçirilən aktual mövzuya həsr olmuş konfransın elmi əhəmiyyətini qeyd edib. O, iqlim dəyişiklikləri, ekoloji böhranlar və təbii resursların azalmasını bəşəriyyətin qarşısında duran ən ciddi problemlərdən olduğunu söyləyib. Komitə sədri keçirilən tədbirin Beynəlxalq Biomüxtəliflik günündə keçirilməsinin təsadüfi olmadığını bildirərək bu əlamətdar günün əsas məqsədinin dünyanın diqqətini təbii və antropogen faktorların təsirinə məruz qalan biomüxtəlifliyin qorunmasına yönəltmək olduğunu vurğulayıb. Prezident İlham Əliyevin Bakıda keçirilən COP29 tədbiri çərçivəsində söylədiyi qlobal ekoloji problemlər bəşəriyyətin mövcudluğu və gələcəyi üçün ciddi təhdidlər yaratmaqdadır sözlərini xatırladan Sadiq Qurbanov, hazırda ölkəmizə ekoloji təhlükəsizliyi təmin etmək və təbii sərvətlərdən səmərəli istifadə etmək üçün rəqəmsal texnologiyaların tətbiqinin genişləndirildiyini vurğulayıb. Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbib bəyli çıxış edərək ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması, təbii fəlakətlərdən müdafiəyə diqqətin artırılması, süni intellekt və rəqəmsal inkişafla bağlı ölkənin çağırışlarına cavab verən əhəmiyyətli müzakirələrin aparılması baxımından tədbirin önəmini qeyd edib. O, cari ildə Prezident İlham Əliyev tərəfindən imzalanmış Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt strategiyası və Azərbaycan Respublikasında rəqəmsal inkişaf konsepsiyasının təsdiq edilməsi haqqında sərəncamlarının Yaşıl Dünya naminə həmrəylik ili strategiyası ilə bir-birini tamamladığını və yeni mərhələni şərtləndirdiyini bildirib. Tədbirdə çıxış edənlər Yaşıl Dünyanın mühafizəsinə yüksək texnologiyaların tətbiqi ilə bağlı qlobal çağırışların elmi baxımdan müzakirəsinə həsr edilmiş tədbirin önəminə toxunublar. Sonda tədbir iştirakçıları Amyanın Nadir Ağaclar Parkına baxış keçiriblər. Leyli Namiq qızı, Fərid Həşimov, Elm TV.